Today Press TV-nin redaksiyasına müraciət edən Bakı şəhər sakini Axundova Həlimə xanım bildirir ki, Zabrat Kürdəxanı şosesi ərazisində yerləşən Bakı müasir yaşayış kompleksində yeni tikilmiş binalardan 3 otaqlı mənzil alıb və xanıma MTK tərəfindən mənzilin sahəsi 81 kvadrat metr olduğu bildirilib. Həlimə xanımın sözlərinə görə 3 otaqlı mənzilə 85 min manat pul ödəyib. Alqı-satqı nağd şəkildə olub və müştəriyə heç bir qəbz verilməyib. Mənim sizin redaksiyaya müraciət etməkdə məqsədim budur ki, əgər mümkündürsə bu mənim dərdimi işıqlandırasınız, lazım olan qurumlara müraciət edəsiniz. Mən Bakı müasir yaşayış kompleksində 3 otaqlı ev almışam. 80-90 kvadratlığı 85 minə almışam. Kvadratı 1050-dən. Amma bir həftə bundan qabaq BTR-dən mənə zəng olundu ki, bəs gəlin dokumentləriniz hazırdır, bəs götürün. Orada da kvadratı 69.1-dən mənə deyildi. Amma mən elə kvadrat almamışdım. Heç bunların özlərinin də bu kvadratlarında heç 69.1 yoxdur. Yəni bu hardan çıxdı bu 69.1? Halbuki mən 80-90 kvadratlıq 3 otaqlı ev almışdım. Hələ bu ilə də bərabər biz Lataros'a getdik. Lataros'da da məndən 500 manat pul istədilər. Lataros'dur, amma sənədin üzərində sənədin üzərində 250 manat, 225 manat pul yazılmışdı. O Lataros'da sizdən sənədi nə ilə bağlamışdılar? Bu sənədi bağlamışlar. Müqavilələrlə bağlı bu sənədi. Arxasında 225 manat yazılmışdı. Yəni 500 manat buradan məndən almışdılar. Hələ bunları hələ hindinin özünə qədər mən 85 min pul vermişəm. Hələ hindinin özünə qədər mən qəbzi ala bilmirəm onlardan. Ümumiyyətlə evin alqı-satqısını hansı yolla etmişdiniz? Nağd pul yolla. Sizə hər hansı bir qəbz verilmişdi? Yox. Hindinin özünə qədər ala bilmirəm onlardan qəbzi. Bəs bununla bağlı bir müraciət eləmədiniz? Özlərinə rəhbərliyə, MTK rəhbərliyinə ki, yəni bunu sübut edəcək bir qəbziniz, sənədiniz yoxdurmu? Yoxdur. Soruşmamışdınız onlardan? Onların özlərinə müraciət elədim. Dedi ki, sənədi hazır verəcəyik sənə dəstəla. Bu ilə də qutardı getdi. Başqa heç bir sənəd yox. Müqavilədə aldığınız, daha doğrusu ödədiyiniz məbləğ yazılıbmı? 85 min yazılıb. Müqavilədə yazılıb. 85 min yazılıb. Yaranmış problemlə bağlı sözü gedən MTK-nın əməkdaşı Sadiq Əşrəfova sorğu ünvanlasaq da, o sorğumuza cavab verməkdən boyun qaçırdı. Məsələnin başqa bir tərəfi də odur ki, şikayətçi mənzili bu ilin mart ayında alsa da, daşınmaz əmlakın reyestri xidmətindən mənzilin sənədini yaxın günlərdə alıb və sənəddə mənzilin sahəsi 69,10 kvadrat metr göstərilib. Halbuki bu MTK-nın reklam səhifəsində bu ölçüdə mənzil sahəsi heç göstərilməyib də. Xanım iddia edir ki, ödədiyi məbləğə görə mənzil almayıb. Yaranmış problemlə bağlı daşınmaz əmlakın reyestr xidməti ilə əlaqə saxladığı bildirildi ki, çox mənzilli binalarda mənzilin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 4 dekabr 2012-ci il tarixi 07 nömrəli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarına uyğun olaraq həyata keçirilir. Biz çıxarış verəndə, yəni hüquqca verəndə vətəndaşa, orada Dövlət Şəhərsalma Arxitektura Komitəsinin kollegial qərarı var, tikinti obyektlərinin sahəsinin həcminin hesablanması qaydaları. Yəni biz məcburuq o qaydalar qoyub, o qaydalara uyğun veririk. O qaydalara uyğun veriləndə orada da müvafiq şeylər, belə deyim də, əmsallar var, o əmsallar tətbiq olunur. Ola bilir ki, məsələn, çünki o MTK biraz başqa cür hesablayır, fiziki sahəni tam olaraq hesablayır, amma o əmsallarda, qaydalarda dəyişikliklər var da, orada məsələn, terras necə, şüşəbənd, hansı azalma əmsalları var da, ona görə hesablanır. Şikayətçinin problemi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də əlaqə saxladıq. Onlarsa öz növbəsində bizi daşınmaz əmlakın reyestr xidmətinə yönləndirdilər. Maraqlısı odur ki, şikayətçinin problemini aidiyyatı qurumların heç biri öz üzərinə götürmək istəmədi. Bəs belə hallarla qarşılaşmamaq üçün vətəndaşlar nələrə diqqət etməlidirlər? Məsələ ilə bağlı Today Press TV-yə danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd etdi ki, belə hallar bugün Bakı şəhəri üzrə kifayət qədər xarakterik bir məsələdir. Vətəndaşa arakəsmə divarları və ümumi istifadə şaxta sahəsi belə satılır. Qeyd olunan hal bugün demək olar ki, Bakı şəhəri və Azərbaycan üçün
kifayət qədər xarakterik bir məsələdir və tikinti şirkətlərinin əksəriyyəti bu metoddan istifadə edirlər. Vətəndaşa ara kəsmə divarları, ümumi istifadə üçün nəzərdə tutulmuş şaxta sahələrini, yan divarları belə satırlar. Qeyd edim ki, o qaydalarda hətta eyvan, balkon, teras, loca kimi sahələrin satılması ilə bağlı qaydalar da öz əksini tapır. Orada müəyyən olunmuş əmsallar var hər biri üzrə. Şikayətçimiz Həlimə Axundova problemlə bağlı məhkəməyə də müraciət edəcəyini bildirib. Görünən odur ki, sakinlər belə MTK-ların qurbanına çevrilməmək üçün daha da diqqətli olmalıdırlar. Vüsalə Nəciyeva, Today Press TV.